Salam dostlar. Salam. Bugün Fərxadla yenə Ağşəhərdəyik. Fərxad deyir ki, sənin izləyicilərin artıq yorulub Ağşəhərdən. Sən elə təkcə Ağşəhəri çəkirsən. Dostlar, mən vaxtım olanda, neysə çıxmaq istəyəndə ki, şəhərdə hardasa gəzim. Yəni mənim üçün çox rahatdır gəlib Ağşəhərdə gəzmək. Çünki bura sakitçilikdir. Mən son illər sakitçilik xoşlayıram. Şəhərin biraz o tempi, o çoxlu insanlar, yəni məni yorur. Ona görə baxın, burada saxladıq maşını. Biraz burada gəzək. Qarabağ meydanıdır bura. Buranı çəkmişdim sizin üçün çox. Hətta bura tikiləndə, elə açılmayanda bu heykəl, buradakı kafeleri çəkmişdim. Bu Kalva kafesini. Və biz indi bir dənə balaca, yəqin ki, dövrə eləyəcəyik burada. Çünki maşınımızı burada saxlamışıq. Sonra yenə də biraz irəliyə gedəcəyik. Bu kafede olmuştuk sizinle dostlar. Elə açılmıyor yəqin, amma 9'dan 21'e kimi yazıb artıq. Saat 11'e işləyib. Bəlkə bağlanıb. Bu kafede yadınızdadır, gəlmişdik. Reklamları gedirdik. Kofe, qarağatla deyəsən kofedə. Balaca, tünd göyrəyində meyvə var, gilə meyvə. Düz deyirəm adını, qarağat. Onunla, yəni ki, kofe idi, yenilik idi, belə reklam edirdilər və onu gəlmişdim içməyə. Bura, mən elə bilirdim isti kofe də, amma soyuq kofe idi. Kofe və bilmirəm, indi açılmayıb elə, yoxsa bağlanıb. Yanında başqa açılır kafe, Xayali. Xayal, nəsə belə bir adla. Fərxadla gəldik Nizami Parkına. Böyük parkda Ağşəhərdə. Bu quyuları da mən çəkmişdim. Amma yenə də sizə göstərmək istəyirəm. Əgər kanalımda ola bilsin ki, o videolara baxmayanlar var. Yəni ki, çoxunuzu burada olmuşsunuz, bunları görmüşsünüz, amma çox insanda var ki, olmayıb, görməyib. Və mən kanalıma yeni gələn bütün izləyicilərimi salamlayıram. Xoş gəlmişsiniz. Baxın, belə bu birinci quyulardandır. Yəni, bunu saxlayıblar. Üstü örtülüb, amma saxlayıblar. Burada lövhə də var idi. Aha. Sizə göstərim. Baxın, yuxarıda oxuyum sizin üçün. Tikililər dünyada ilk dəfə 1863-cü ildə Bakıda tətbiq edilmiş ağ neftin 2 qat təmizlənməsi qurğusunun təməlidir. Bu metod məşhur kimyaçı Dmitri Mendeleyev tərəfindən təklif edilmiştir. Yəni burada belə bir qurğular olub və burada yəni ki ağ neft 2 qat təmizlənib qurğularda. Yəni 2 dənə belə yəni qurğu burada saxlanılıb və burada parkdır. Biz sizlə bu parka gedirik. Bu park da kanalda var. Yəni ki axtarsaz playlist var. Ağşəhər playlistində baxsaz, orada Nizami Gəncəvi parkı var və bütün parkı çəkmişəm, o videoda baxa bilərsiniz. Bu günləri çox az çəkiliş edəcəm, sizi yormayacağım Ağşəhərlə. Bax belə, burada elə də tikinti gedən yerlər var. Bu güllerin çok güzel kokusu var burada. Hiss olunur. Ve burada uşaq meydançası var. Ama
Ama yay aylarında burada yalnız akşam saatlerinde saat 6'dan sonra çok bura qəşəng olur, sərin olur. İnsanlar olur burada. Görürsünüz səhər heç kim yoxdur. Bir tek bizik. Fərhad istədi. Burada bir kaçeli var. Ora getməyə düşdük burada. Əlbəttə ki, heç kim yoxdur. Saat 11'dir. Nədir orada Fərhad? Bir şey istidən gizlənib də yazıq. Yatıb. Yat, narahat elədik səni. Və əlbəttə ki, burada işçilərdən başqa heç kim yoxdur bu istidə. Burada yaşayanlar da əgər gətirir uşaqların, yəqin səhər tezdən gətirir ki, bu gündə indi çox istidir doğrudan da. Bugün ayın 6'sıdır, 6 iyul. Əsl dəniz havasıdır. Amma külək də var. Ha, uşaqlar gəldi, nə qədər uşaq. Mən deyirəm, heç kim yoxdur. Külək olanda dənizə girmək çox təhlükəlidir. Azca da külək olsa dənizə girmək olmaz. Uşaqlara yəqin ki maraqlıdır belə bir yerdə oynamaq. Bizim uşaqlığımızda belə yerlər yox idi. Təkcə elə həyətdə oynayırdıq, amma o da çox maraqlı idi əlbəttə ki. Xaricilərdir. Ağşəhərdə xaricilər çox qalır. Burada belə qəşəng göl var. Və fontanlar var. Bu parkda axşam açılır. Belə göstərim. Aşağı biz düşmədik Fərhadla. İndi gedirik başqa parka. Körpü olan parka. Pişiklər hamısı axtarır sərin yer. Baxın nə qəşəng yerdir. Balaca. Baxaq pişiyə. Ay. Nə qəşəng gözlərin var sənin. Yaşıl yaşıl. Dalaşıb bax kimi nəsə. Üstündə yara var. Baxın belə səliqəli həyəti var bu evlərin. Uşaq meydançası. Bura Kopun binasıdır. Baxın onunla üzbəyüz. Bura ticarət mərkəzi olacaq. Artıq hazırdır və baxın orada irəlidə isə körpüdür. Ağşəhər bulvarı ilə birləşdirən körpü. Fəvvarələr meydanı piyada keçidi. Bax belə adlanır bura. Burada restoranın içində belə bir ağac var xrustaldan. Maraqlıdır. Bilmirəm, görünür sizə dostlar. Buranın hansı restoranı? Bax bura. Burada da belə maraqlı bir həyət var. Basketbol meydançası. Uşaqlar üçün meydança. Çox qəşəngdir. Heç bir yerdə məlumat mən görməmişəm nə vaxt açılacaq bu mərkəz. Maraqlı olar əlbəttə ki, baxmaq burada hansı mağazalar olacaq.
bütün mollarda eyni mağazalardır. Burada belə balaca fontanı var, şirin fontan. Və magnolia ağacı. Artıq yəqin ki, gül nəsi üstündə görmürəm. Yəqin ki, iyun ayında olur güllər. Mənim vaxtım olmadı. Bir dənə bulvarda çəkmişdim. Magnolia ağacı, bu ağacı bak. Hiç bir tane de gül yoktu. Hamısı artık tökülüp. Ama burada serinlik var. Ağaçlar. Fontan olan yerde geçen serinlik var. Bakın ağaçlar artık tökülüp. Yok. Bakın. Biraz iyi geldi. Aktardım bakın belencik. Artık soğumuş, kurumuş güldü. Belki de geçen iyi gelir ama. Soluklar. Burada Koşomanya var. Özsüt, Love Next. Belediyesinin kafanın adıdır. Geçenki Söğüt ağacı. Uşaqlar üçün belə də meydança var. Biraz böyük uşaqlar üçün. Ve Ferhat bu körpüde açılandan sonra hele olmayıp. Tikiləndə çox gəlib burada gəzirdik bir yerde. Ve belə. Ama dostlar çalışın. Akşam vaxtlarında gəlin gəzin buradan. Yani ki ümumiyyətlə heç yandan 24'te əsası qoyulur. Yazılıb. Renklere bakın ne güzeldi. İndi çok istedi, çok. Dostlar burada tikinti devam edir. Yəqin ki elə bulvar tərəf abadlaşacaq. Ama burada da bakın artık tikilir. Neyse. Bakın kaldırıblar artık konstruksiyaları. Maraqlıdır ki burada ne tikilir. Kim bilirse yazın. Burası şüşəli. Şüşəlidir bak. Buranın altı parkdır hele, yani balaca bir park, yol değil. Yani önde yoldu. Korkulu değildi Ferhat. Korkulu değildi. Ve dostlar körpünün sonudur buram. Burada hele yəqin ki çok işler görülecek. Bura qurudulacaq. Ve bulvar deyirlər ki o kadar uzanacaq o tərəfə ki gedib artıq o Əhmədliyə, Həzi Aslanova çatacaq. Ora kimi bulvar olacaq. Mən belə eşitmişəm. Burada ise bakın tikinti gedir. Neyse artık tikilir. Orada deyirlər metro tikilir. Bakın burada deyirlər metro tikilir. Hiçbir yazı yoktu ama bir blogger'da görmüştüm. Göstermişti ki orada metro oldu.
Görürsen kimin içidir bu? Bir hanım oturup burada uşaqla. Yəqin onların içidir. Qəşəngdir. Bu sizin değil. Qəşəngdir. Bəli, o hanımın itidir, gəzdirirlər. Ben niye soruştum? Çünkü o kadar indi sahipsiz it var. Çok təəssüf ki götürüp saxlayırlar, sonra da bırakırlar küçələrə. Bakın ben magnolia taptım. Yani ki çok güzel iyi var. Yakınlaşan kimi iyi gelir. Bak burada da var. Ve orada. Çok geçenkti. Biri de burada haldasa var böyle. Görsem mesela açılıp. Ve artık yoktu. O bir ağacda hiçbir tanesini de görmedim. Bu büyük ağaçta da taptım bir tane magnolia, bakın. Ve burada da bir tane gül taptım, bakın. Ne geçenkti çok. Saat 12'di ve 32 derece. Təsəvvür edirsin. 32 derece istedi. Bu fontanları da açtılar. Deniz atları. Ve bu da tarihi yazılıb. Ağşəhərin. Deməli, təməl daşı 24 dekabr 2011-ci ildə atılıb. O fontanlar da açıldı. Uşaqlar ne geçenk oynuyor. Uşaqlar tam yaş oldular. Yok. Ferhat kaçabilirsen. Kaçabilirsen ama yaş olmuyorsan aradan. Ha? Dostlar, burada biz sizinle sağollaşırıq. Ferhat ve ben sizle sağollaşırıq. Sağ olun. Ve ama hele ki biraz sizin için yolu çekeceğim. Ağşəhərdən çıxdıq. Gedirik. 28 Mayda benim stomatologum var. Onun yanına geleceğim. Biraz vaxta var. Belki şehirde yine çektik. Neyse videoyu ilave ettim. Buram körpüydü, yadınızda gelirse. Söküldü ve bir yoldu buram.
görsüz yer yoktu. Dehşet. Parkovka tapmaq yani çok çetin. Bura Pedagojik Üniversitesi. Şimdi dönəcəyik. Işıq Bey bu tərəfə. Nə artıq bu tərəflərdə saxlamalıyıq. İnşallah ki yer tapalıq. Avtobus yoludur hər yanda. Ona görə bilmirsən. Harda keçməlisən ki dönəsən. Məsələn bura dönməliyəm. İnşallah ki yer var Allah'ım. Bura yerdir burası. Burada ki. İnvalidlər üçün de oraya yer. Burada da saxlayırsan 80 manat ştraf olmaz. Ama yer yoktu. Burada invalidlər üçün de bak bir dənə yer. Allah'ım harda saxlayayım ben. Hiç yerde yer yoktu. Taksi de yer aktarır. Yer olsa da bu saxlayacak. Ben kalacağım. Çıxan da yoktu. Harda mən gedim saxlayayım. Burada bir dənə yer var deyəsən. Allah'ım ne büyük şans. İnanın ki necə sevinirəm yer tapdığıma görə. Çok sağ ol.